Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Mart ayıdır və mən xatırlayıram, ötən əsrin sonuncu dekadasında, 1995-ci ilin martında OMON-çuların gülləbaran edilməsini. O zaman mən məktəbli idim, liseydə oxuyurdum və OMON-un qərargahı, gülləbaran olunan yer bizim liseyin yaxınlığında idi və hadisələr ərəfəsində bizim şagird yoldaşlarımız da sırf uşaq marağı ilə ora gedər, əsgərlərlə görüşər, onlardan bəzilərindən güllələr falanlar da alırdı. Amma mən indi OMON hadisələrindən yox, elə OMON hadisələrinə səbəb olan Heydər Əliyev faktorundan, bu millətin boğazına keçən, artıq illərdir, 10 illərdir keçən, milləti zəlil qoyan bu fenomen barəsində danışmaq istəyirəm. Heydər Əliyev o zaman hakimiyyətə təzə gəlmişdi, 2 il idi və mübaliğəsiz demək olar ki, onun nüfuzunun apogeydə olan nöqtəsi idi. Heydər Əliyev böyük təbliğatla əlində olan resurslardan istifadə edərək, həm də keçmişindən istifadə edərək xalq arasında özü barəsində böyük miflər yarada bilmişdi. Bu o zamanlar idi ki, siyasi hazırlığı olmayan insanların gözündə Heydər Əliyev az qala peyğəmbər səviyyəsində qüsursuz bir el atası idi, bir tarixi şəxsiyyət idi, siyasətçi idi və o zamana qədər demək olar ki, mənim xatirimdə Heydər Əliyev tənqidi cəhəti ilə yadda qalmamışdı. Yalnız 2-3 xatirə var ki, onlar mənim həyatımda böyük rol oynayıb. Onlar barəsində sizə danışmaq istəyirəm. Heydər Əliyevin hakimiyyətə gəldiyi lap ilk günlər idi. Atam öz müəllim yoldaşları ilə, dostları ilə oturub söhbət edirdilər. Mən də belə də onların söhbətinin nədən getdiyindən o qədər vaqif olmasam da istər-istəməz uşaq marağı ilə onlara qulaq asırdım. Və o zaman atamın indi də xatırladığım bir fikrini eşitdim ki, o ətrafındakı dostlarına dönüb dedi ki, biz bu Heydər Əliyevi tərifləyirik, düzdür. Amma bu bizim başımızı pambıqla kəsən adam olur. Atamın işlətdiyi bu pambıqla baş kəsən ifadəsi təkcə mübaliğə deyildi. Mən Azərbaycanın Aran zonasında anadan olmuşam. Mənim kimi çoxları, eləcə də məndən yaşlılar daha yaxşı bilir ki, bizim o zonaya Heydər Əliyevin vaxtında demək olar ki, kənd təsərrüfatın bəhanə edib qan udurublar. Pambıqla həqiqətən baş kəsiblər. Pambıq planının yerinə yetirilməməsinə görə, nə bilim, pambıq sahələrinin qırağında heyvan otardığına görə, o sahələrin qırağındakı otları biçib evə gətirənkən təsadüfən içərisində bir pambıq qozası olduğuna görə çox saylı insanlar hapsə atılıb, təqib olunub, həyatları qaralıb və s. Yəni sözün əsl mənasında həmin dövrlər pambıqla baş kəsilən dövrlər olur və bunun tipik nümunəsi yeri gəlmişkən Seyran Səxavətin Daş evlər əsərində əks olunub ki, o dövrdə pambıqçılıq zonalarına inzibati orqanlar hansı qan uddurublar. Lakin atamın o sizə xatırlatdığım ifadəni dilə gətirməsi nə onun, nə də dostlarının, ətrafındakı adamların həyatlarında, sonraki davranışlarında heç bir rol oynamadı. O baxımdan ki, o adamlar ya siyasi savadlarının azlığı ucbatından, ya cəsarətli məsələlərinə görə, cəsarət probleminə görə Heydər Əliyev faktoru ilə üzbəüz gələ bilmədilər. Sanki düşündülər ki, bəziləri kimi bunlar hamısı keçmişdə qalıb, Heydər Əliyev artıq ömrünün ahıl vaxtındadır, siyasi təcrübəsi var, dövlətçilik adamdır, Azərbaycana bir gün ağlayacaq. Amma onların heç biri olmadı. Heydər Əliyev 10 il boyunca Sovetdən qalan o maddi mirasımızın hamısını mənimsədi və hakimiyyəti də bugün gördüyünüz kimi öz oğlunu ötürüb getdi. Bugünkü Azərbaycan haqqında da çox danışmaq istəmirəm. Amma bu söz mənim Heydər Əliyev barəsində ilk mənfi ifadə kimi uşaq yaddaşıma düşdü və sonralar onun üzərində, o balaca fundamentin üzərində böyük qəsrlər, nə bilim, evlər, tikintilər uzandı. İkinci hadisə də elə buna oxşardı. Biz atamla hər gün demək olar ki, riyaziyyat məsələlərini edirdik. O riyaziyyat müəllimi idi və bizim bu məşğuliyyətimizi daim 3 başqa bu tədrisə daxil olmayan məsələ müşahidə edirdi. Biri, atamın müntəzəm, dayanmadan az qala içdiyi çayı idi.
çay fasiləsində çəkdiyi siqaret idi və böyrümüzdə, düz burnumuzun ucunda dırıldayan o Sovet radiosu var idi, Qorizont idi. Və o radiodan atam Qolos Amerikaya qulaq asardı. O zaman Amerikanın səsinin yanılmıramsa Azərbaycanca yayımları yox idi, rus dilində olardı. Mən onu təbii ki, o qədər başa düşməzdim orada nələrdən danışır. Bir də Azadlıq radiosu idi. Və günlərin bir günündə sonradan adını öyrəndiyim Azadlıq radiosunun müxbiri Elmira Əhməd qızının dilindən mən Heydər Əliyev haqqında tənqidi sözlər eşitdim. Lap sonradan mən bildim ki, Elmira Əmrah qızı əslində həm Azadlıq qəzetində o paralel işləyib, həm Azadlıq radiosunda Heydər Əliyevin partizanlarından biri olub. Heydər Əliyevi təbliğatın aparan adamlardan biri olub və çox güman ki, mənim eşitdiyim o söz də Elmira Əmrah qızının şəxsi ifadəsi, şəxsi rəyi olmayıb, hansısa aldığı müsahiblərindən birinin fikri olub ki, o da jurnalist kimi onu çatdırıb. Amma o bizim yazıçıların populyar ifadəsi ilə desək, aydın samada bir şimşək çaxması kimi bir şey oldu ki, düşünün ki, Heydər Əliyev barəsində necə güclü təbliğatın getdiyi, az qala Allahlaşdırdığı bir zamanda və o zaman bir uşaq eşidir ki, Heydər Əliyev pis adamdır və yaxud da kiminsə dilindən onun haqqında tənqid eşidir və mən dərhal uşaq ağlımla atamdan soruşdum ki, ata, bəs Heydər Əliyev pis adamdır, burada eşitdik. Mən dəqiq xatırlaya bilmirəm. Atam mənə nə cavab verdi, amma sonraki onun cavablarının yadıma düşür. Adətən belə sual verəndə deyirdi ki, sənin işindir, sən belə məsələlərə qarışma. Amma o bircə ifadə, tutaq ki, nə bilim, 2 cümlə idi, 3 cümlə idi, mənim yaddaşıma düşdü ki, Heydər Əliyev də pis adamdır. Bu adam haqqında da mənfi sözlər deyilir. Beləliklə, bazən də Heydər Əliyev barəsində sizə xatırladığım ikicə fakt olduğu şəraitdə mən anon hadisələri ilə qarşı-qarşıya gəldim. O zaman bizim yataqxanada qalan lisey uşaqlarla bir çoxu kimi mən də bayramdan 2-3 gün əvvəl qaçıb rayona kəndimizə getmişdim və atam bir bayram sovqatı hazırlayıb, o zamanki Əlbayramlı, indiki Şirvan şəhərində yaşayan Mirbağlı bəy doktorcular məni apardı. Onların yaxşı şəxsi münasibətləri var idi və vaxtaşırı biz onlara, o bizə gəlirdi və biz Mirbağlı bəy doktorun qapısını açıb elə salamlaşan məqamda doktor ağzını açıb gözünü yumdu, sözün əsl mənasında ki, Gül Əhməd mənim atamın adına xitab elədi. Gördün də bu 3 nöqtələr yəni neynədilər? Bunları belə-belə olsun, çox ağır ifadələr, bu Heydər Əliyev millətin başına bəla olub və s. və ilə axır. Atam özünə məxsus şəkildə onu hər dəfə sakitləşdirməyə çalışanda Mirbağlı bəy doktor daha da coşurdu, daha da emosiyalaşırdı və bu mənim üçün ümumiyyətlə şimşək yox, bir zəlzələ, tsunami oldu ki, Heydər Əliyev barəsində heç yerdə eşitmədiyim, görmədiyim, oxumadığım ifadələri eşidirəm və onun qatil olduğunu, qətlə imza atdığını eşidirəm və s. Bu artıq Heydər Əliyev barəsində mənim təfəkkürümdə yeni bir cilalanma, daha dərin düşünmə istiqaməti verən hadisə oldu. Bütün bunları niyə görə xatırladım? Ona görə ki, dediyimiz sözlərin, işlətdiyimiz ifadələrin, yazıların gücünü anlayaq, məsuliyyətini dərk edək. Bəzən sizin heç təsəvvürünüzə belə gətirmədiyiniz yerdə, şəraitdə işlətdiyiniz fikir zəlzələ doğurar, qafilləri oyadar, süs ürəklərə fərəh gətirər, yaxud tərsi. Ona görə də həqiqəti deməkdən, yazmaqdan yorulmayın. 10 il danışıb bir adamın qəflətdən oyanmasında xidmətiniz olubsa, xoş alınca. Çünki bir oyan 1000 yatmışdan daha üstündür. İkincisi, insanın fiziki ölümü hələ onun gerçək ölümü demək deyil. Rövşən Cavadov nə sağlığında, nə vəfatından sonra heç vaxt mənim qəhrəmanım, idealım olmayıb. Bununla belə onun və onun ətrafındakı insanların qətlinin, sonra repressiya məruz qalmasına mən tamamilə qanunsuz, ədalətsizlik və cinayət sayıram. Deməliyəm ki, onun ölümü Heydər Əliyev barəsində mənim fikirlərimin qətləşməsində böyük rol oynadı. Baha bir xidmət idi, baha bir imtihan idi. Amma mən o ölümlərlə özümü sanki diriltdim, xilas etmiş saydım. İndi burada bir mübahisə açabilirik ki, dirilim neyniyibsə,
sağ qalıb neyniyibsən və yaxud da müxalif olub neyniyibsən, Heydər Əliyevi qəbul etməyib neyniyibsən, bu kimlər tərəfindənsə şübhə altına alına bilər. Bu mənim ömrümdür, bu mənim həyatımdır və mən onunla fəxr edirəm ki, bu sadaladığım hadisələr və ondan sonraki bir neçə hadisə mənim şəxsiyyət kimi xilasıma səbəb oldu. Yaltaq olmadım, bu rejimə baş əymədim, ağla qaranı ayıra bildim, haqqa haqq deyə bildim, nahaqqa nahaq deyə bildim. Həqiqətin gücünə inanın, hörmətli tamaşaçılar, və bu gün İlham Əliyevin və onun əlaltılarının ölkədə apardığı o repressiyalar ki var, nə bilim qəzetləri, saytları bağlayırlar, müxtəlif danışan fəalları həbsə atırlar. Bu bizim üçün ümidsizlik, pessimizm verməməlidir. Vəziyyət 90-cı illərdəkindən çox-çox fərqlidir. Yəni o zaman əlimizdə 2-3 həqiqəti deyən reys vardısa, indi Əliyev bütün saytları bağlasa da müxtəlif imkanlar var ki, biz onlardan bəhrələnib bu həqiqəti insanlara çatdıraq, dərk eləyək, nahaqqı öz taxtından sala bilməsək də Əli Şəriətinin dediyi kimi onu bədnam edə bilirik və etməliyik. Sağlıqla qalın.